Herkese selam dostlar. Yeni bir iş vloguna hoş gelmişsiniz. Bugün Mart'ın 25'i ve biz de yine burada kar yağı. Saat 08:36. Puanla bak benzinim var. Şimdi gedib 4 nəfərdir bugün. Onları götürüb aparacağım Oynangoskiyə. Ondan sonra qayıdıb başlayacağım kuryer işine. Ola bilsin ki 2 saat orada vaxtım olsun. Həmin vaxtda taksivatlıq elədim, dəqiq bilmirəm. Amma ki bugün kuryer işində olacağım. Gün ərzində nə olsa sizə bir onların məlumatını verəcəyim. Dostlar, saat 09:25 Olengorskinə gətirdim, düşürtdüm. İndi qayıdıram şəhərə. Dostlar, saat 10:33 ilk sifarişimi taksiyə götürdüm. Leningradskaya 860 rubl sifarişin qiymətidir. İndi bugün birinci gün olduğuna görə yəqin ki kuryerlik işi zəif olacaq. Ona görə həm taksivatlıq, həm kuryerlik eləməyi fikirləşirəm. İndi işə gedəndən sonra görək necə olur. Gedirəm ilk sifarişi götürməyə. Bəli dostlar, saat 12'ye qalıb 9 dəqiqə. Gördüyünüz kimi taksisidə 960 rubl işləmişəm. Komissiyan çıxanda 808 rubl təmiz mənə qalan puldur. İndi şeydən zəng gəlib, dastavkadan. Gedirəm orada görüm sifarişlər neçədəndir, nədə gedirəm onları götürməyə. Əgər sakitçilik olsa yenə taksiyə çıxacam, yox olmasa yəqin ki taksi bugünlük bu qədər yekunlaşacaq, amma birinci gündür, yəqin ki sakitçilik olacaq. Gedək görək nə olur. Gördüyünüz kimi 4 dənə sifariş götürmüşəm. 4 sifarişdir. 4'ü hele bir ikisi eyni binada, ikisi de eyni binadadır. En sevdiğim. Hədəyə yerə yollarda çox vaxt itirməyəcəyəm, daşarı kuru qatmayacağım. Gedib bunları verəcəyəm. Ümumi də ki bu sifarişlərdən 680 rubl qazanacağım. Dostlar, 3 dənə sifariş götürdüm. Fokustamır. Obşum, Leningradskaya 28, Metallurgov 46, Kirov 17 birinci korpus. İndi gedib bu 3 dənə sifarişi verib təzədən qayıdacağam. Sifariş olsa qalacağam, olmasa gedəcəm evə, biraz istirahatlıq edib təzədən çıxacağam. Növbəti bir dənə sifariş vardı. Birodova 11. Bunu da götürdüm. Yaxşıdır, pizza yoxdur. Pizza olsaydı gərək sunka götürəydim, sonra gətirib o sunkanı verəydim bura. Sonra təzədən taksiyə çıxaydım. İndi bu sifarişi verib promoy taksini açacağım. Bəlkə də taksini açmadım, evədəydim bir dənə. İndi görək necə gedir, nə inir. Bəli, bu sifarişi də verdim, qutardım. Ümumi 8 dənə dastavka olub. Onu da ki indi 170 rubldən hesablamayı biraz çətindir. Hələ ki belədir. İndi gedirəm evə. 15 dəqiqə, 20 dəqiqə evdə olacağım. Ondan sonra əgər zəng vurmasalar, sifariş almasa çıxacağım taksiyə. Görək taksidə bugün nə edə biləcək. Amma taksi hava soyuqdur deyə pissördür. Taksidə normal iş var idi. Bəli, çıxdım evdən. İndi saat 14:50, saat görsənmədir. Zəng gəldi. Dastavka var. Gedirəm dastavkaları götürməyə, bilmirəm. Bir dənədir, 2 dənədir, neçə dənədir. Gedirəm onları götürməyə. Ondan sonra yenə sakitlik olsa, indi çıxacam onu da taksiyə. Evə dəydim, zad elədim. İşlərimi qutardım. Oje işləməyə onunla hazıram. Dostlar, saat 16:49, 4 dənə də sifariş götürmüşəm. Mənim yenə yadımdan çıxdı ki, vlog çəkirəm. Sifarişlərin birini verdim. İndi gedirəm digər üçünü verməyə. Bir dənə bomba şey var ki, bir dənə adresdə 2 dənə sifariş var. Fərqli sifariş eləyib. Bir dənə adresə də 2 dənə sifariş verəcəyəm. O məncə plusdur. 4-cü yerə maşın sürməyəcəyəm. İndi gedirəm onları verim, abratını qayıdım arxaya. Sifariş olsa yenə davam eləyəcək. Bəli dostlar, saat 17:16. Bir dənə sifariş oldu. Onu da götürdüm, aparıram. Dedi abratına gələsən yenə sifariş olacaq. O bir dənə qız var, o olanda mən keyf eləyirəm də, qalıram gözləyirəm. Bir dəfəlik 4 dənə zakaz verir, 3 dənə zakaz verir, aparıram. Bu birlər adamı incidir. İndi o qız çıxdı, getdi oraya, yenə bir dənə sifariş götürdüm. Mən də getdim, eviyor, sağlıq olsun. Bu səhv eləmirəmsə mənim 21-ci sifarişimdir bugünkü. Bəli dostlar, saat 17:56. 3 dənə də zakaz götürdüm. İndi gedirəm onları verməyə. Zakazlar çox da bir-birinə uzaq sayılmaz. Bir dənəsi uzaqdır, o biri 2 dənəsi yaxındır. İndi gedirəm onları verib oradan təzədən arxaya qayıdacağam. Ha bu nə inir axı bu yaxı?
Dostlar, gördüğünüz kimi 3 tane də sifariş götürdüm. Saat ucu 19:07 tamamdır. Bunlar mənim son sifarişlərimdir. İndi gedirəm bunları təhvil verim, qayıdım kartdan pul çəkəcəm bunlar üçün. Oradan da pulumu alıb gedəcəm Alengorskaya. Onu da deyim ki 3 gün Alengorsk olmayacaq. Müdür özü aparıb gətirəcək. 3 gün Alengorsk işi ləğv olundu. Günə 2500 gəlirdi oradan. Ağız dör ki deyən kimi ləğv olunur da. Dostlar, sonuncu sifarişimizi də belə bağlayırıq. İndi görüm neçədən sifarişim oldu. Bir dəqiqə baxın, sizə də deyim. Bu dəqiqə deməli 3 dənə burada var. Bunu gərək fokuslayam. 26 burada, 29 dənə, o da bir dənə 30 dənə sifariş. Bugünkü kuryerlikdən qazandığım pul 5100 rubl olacaq. İndi gedirəm pulu götürüm, oradan da gedim Alengorskaya. Dostlar, saat 19:45, dediyim kimi 5100 rubl Daslavkadan qazandım. Taksidə nə qədər işləmişəm, bir də ona baxım. Düzdür, axşam ya da ki axşam hamısını elə bir dəfəlik hesablayıb deyərəm sizə. Daslavkanın 5100 yox 5600 hesablayayım, çünki mənim bazarlıq pulum vardı, o yadımda dördü. 5600 Daslavka, 2500 bu Alengorska olacaq. İndi görək taksidə də nə olacaq. Bir də normalda mən bu qədər benzinim olan vaxtı benzin vurmuram. Gözləyirəm açan qırmızı işıq yansa onda benzin vuram. Amma indi dəqiq hesablamaq üçün gedib benzində vuracağam ki, görək nə qədər bu gün təmiz pul qazanmışam. Dostlar, deməli zapravkaya gəldim. Görün belə eləsəm daha yaxşıdır. 5600 rubl restorandan qazanmışdım. 2500 rubl adın sizin Alengorskidən aldım. Görüm taksidə nə qədər işləmişik. Dəlinin yadına daş saldım. Finans daxod 960 rubl işləmişik. Komissiyan çıxanda 808 rubl pul qalıb. Plus 808 rubl qazanmışıq taksidən. Bundan da çıxırıq 1414 rubl. 7000, bunu elə 1400 eləyim. 14 rublun indi orada söhbətini eləməyək. Elə eyni şey oldu ki. 7508 rubl. Başda 7500 rubl bugünkü qazancımız oldu. Neçə saat ərzində. Elə görüm 7500 rubl Azərbaycan pulu ilə nə qədər edir. Elə buna bir dənə baxaq. Valyutaya girək. Burada rubl var. 7500 rubl. 156 manat 3 qəpik. 156 manat bizim bugünkü buradakı qazancımız oldu. Səhər saat 9-un yarısından axşam saat 10-un yarısına qədər. Başda 13 nə qədər edir? 13 saat eləyir, səhv eləmirəmsə. 13 saata məncə süperdir. Sözün açığı mən bu gün belə iş olacağını gözləmirdim. Yəni uzun müddətdir ki, bu qədər iş olmamışdı Daslavkada. Çox şükür bu gün yaxşı iş oldu. İndi gedirəm evə, yekunlaşdırıram. 3 gün dediyim kimi Alengorska olmayacaq. Yəqin ki, səhərlər taksavatlıq eləyərəm. Saat 11-dən saat 8-ə qədər də ki, kuryerlik eləyəcəm. Görək necə olur. Əgər videonu izləyib xoşunuza gəldisə, videonu bəyənərək, yorum yazaraq fikirlərinizi bildirsəz, çox sevinərəm. Kanala abunə olaraq dəstək versəz, çox sevinərəm. 1000 abunə olmağımıza demək olar ki, az qalıb. Hər kəsin dəstəyini gözləyirəm. Sizə də nə maraqlıdırsa, Rusiya haqqında, işlər haqqında nə maraqlıdırsa yazıb soruşa bilərsiniz. Bütün yorumlara bir cavab verirəm. Gələn videolarda görüşmək üzrə. Mən də dənizə girib videonu yekunlaşdırıram. Mantigorskaya su basıb. Hələlik gələn videolarda görüşmək üzrə.